İndi də daha ciddi bir problemlə üzləşmişik artıq. Ona biz hazırlaşmalıyıq. İndi nə problemdir? Bu savaş Səngiyandan sonra, bitəndən sonra İranda Türkmençay və Gürcistan müqavilələri gündəmə gələcək. Onlar müzakirəni gündəmə gətirəndə akademik səviyyədə müzakirə eləyəcəklər Zahir bəy. Ki bu ərazilər İrandan ayrılıb deyəcəklər. Və onda bizim akademik camiyamız buna hazır olacaq. Onların qarşısında bizimkilər yüksək səviyyədə özlərini necə aparacaqlar? Hansı elm əsərlərlə ortaya çıxacaqlar? İranda olan arxiv sənədləri üzərində qurulmuş ədəbiyyat, tarixi ədəbiyyat güclü olacaq yoxsa buradakı? Bizim alimlərimiz onların alimlərinin qarşısında cavab verə biləcək ya yox. Və eyni zamanda təşəbbüs Tehranın əlindən alınıb. Bugünkü İran anlayışında olan camiyyədən danışıram ha. Bütöv İran camiyasından danışıram ha. Onlara alternativ tarixi Azərbaycan anlayışını ortaya qoyacaq. Azərbaycanda simpoziumlar keçiriləcək ya keçirilməyəcək. Onları biz qabaqlayacaq ya qabaqlamayacaq. İndidən Azərbaycan elminin üzərinə böyük bir görəv düşür. Azərbaycan tarixi, Azərbaycan torpaqları üzərində qurulan dövlətlərin tarixini, keçmişini, fəaliyyətini, bugünkü ilişkilərini, mahiyyətini olduqca dərindən araşdırıb, böyük bir simpoziumlara, konferanslara hazırlaşmalıdırlar. Türkiyə alimləri bura cəlb olunmalıdır. Moskvadan bölgəni bilən alimlər prosesə cəlb olunmalıdır. Moskvadakı arxiv sənədlərinə yenidən baxılmalıdır. Danışıqlar aparılmalıdır. Çox ciddi bir müzakirə içərisinə biz girəcəyik. Tehrandan gələnlər də türk olacaq Zahir bəy müzakirələrə. Buradakı alimlərimiz də eyni millət olacaq, müzakirəyə çıxacaq. Biri İran deyəcək, biri Azərbaycan deyəcək. İran deyənlərin qarşısına ciddi faktlarla, argumentlərlə çıxmalıyıq. Ki İran yoxdur. Haradadır o İran? Göstərin görək. Bunun üçün çox ciddi hazırlıqlarımız başlamalıdır. Azərbaycan elminin üzərinə böyük görəv düşür. Azərbaycan dövləti daha çox bu istiqamətdə özünü hazırlamalıdır ki, dış güclərlə, ayrı-ayrı məfkürələrin oyunçularıyla işbirliyində olan qüvvələr bizi Azərbaycan burada Bakı şəhərində isdən vura bilməsinlər, sarsıda bilməsinlər. Biz burada bütöv olmalıyıq. Ayrı-ayrı güc mərkəzlərini içimizdə yaratdığı ideoloji, siyasi ədəbiyyatdan uzaqlaşmalıyıq. Ona görə daha çox söylədiyim kimi, bugün İran müharibəsi artıq yoxdur Zahir bəy. İranı nə İsrail, nə Amerika artıq işğal edə bilməz. Çünki İran artıq İran deyil. İran o coğrafiyadan söhbət gedir. Küresel güclərin ortaq maraqlarının təminatına çevrilmiş bir bölgədir. Bugün İrana qalib gəlmək artıq Çinə qalib gəlmək anlayışıdır. Rusiyaya qalib gəlmək anlayışıdır. Avrasiya qalib gəlmək anlayışıdır. Yəni deyirsiz İran elə güclüdür? İran güclü deyil ki, deyirəm ki, bugün artıq savaşdığın güc İranın özü deyil artıq. Getdikcə mahiyyəti küresel xarakter daşıyır Zahir bəy. Hər gün deyilən İranda savaş olacaq, özümüzü alladacaq. Lokal savaşlar ola bilər, ateşlər açıla bilər, savaşı imitasiya edə bilərlər Zahir bəy. Amma böyük mənada savaş bitmişdir. Böyük mənada savaş yenidən bu coğrafiyaya hakim olmaq uğrunda mübarizədir. Yenidən indiki İranla kim daha çox dost olacaq? Siz elə bilirsiniz, Amerika, İsrail, mövcud İran rəhbərliyi ilə danışıqlara getməyəcək, gəl bir yerdə olaq. Çin girməsin, biz bir yerdə olaq eləyəcəklər. Çin də deyəcək, yox, onlar olmasın, biz buradayıq. Dar günündə biz sizinlə yanındayıq. Rusiya da onun kimi digərləri də. Heç kim İrandan artıq savaşmayacaq. İranı ələ keçirmək uğrunda mübarizə başlayacaq. Bugünkü İran yönetiminin çətin durumundan, mücadilədə özlərini, varlıqlarını qorumaq durumundan yararlanıb hər biri çalışacaq ki, İranı özlərinə bağlasın. İngiltərə özünə bağlamağa çalışır. Avropa özünə bağlamağa çalışır. İsrail, Amerika cütlüyü daha çox danışıqlarda çalışacaq, özlərinə bağlasınlar. Siz elə bilirsiniz, arxa qapılarda olan söhbətlərdə onlar yönətimi dəyişmək, İranda müharibə aparmaqla söhbət edirlər. Yox, deyirlər, nə savaş, da gəlin dayandıraq. Elə İranın yeraltı sərvətlərini ortaq götürək, istifadə edək və siz də qazanın, biz də qazanın, biz də sizi gücləndirək. Bunun davası söhbəti gedir Zahir bəy. Bunu Çin də bilir, deyir ki, hara girirsiniz, burada mən varam. Və eyni zamanda Amerika yatırım qoymur, Ərəb ölkələrini, Körfəz dövlətlərini yapırıma cəlb eləmək istəyir.
Əlində artıq dövlətlər var da, ziyanı da onlara ödətdirirlər, yatırımı da onlara yatırmaq istəyirlər ki, o adla girsinlər içəri. İçində deyir ki, ən çox vəsait məndə, daha güclü iqtisadi güc mənəm. Mən sənlə daha çox anlaşa bilərəm, hər cürə səni qoruya bilərəm, səni daha çox inkişaf elətdirə bilərəm. Sənayenin, bütün kənd təsərrüfatı, bütün sahələrdə sən irəli çıxa bilərsən. Təbii ki, onlar da haqlıdırlar. Bu potensial onda var. Və eyni zamanda biz götürək. Və biz ki, nə oluruq? Biz hansı siyasət yürüdürük? Biz yenə mi İranla anlaşıb ortaq bazar qurmaq istəyən güclərin hansınınsa yanında kukul olmalıyıq? Onun sözçüsünə mi çevrilməliyik? Onun müzakirəsi gedəcək. Ya Çinin yanında olmalıyıq, yoxsa İsrail, Amerika cütlüyünü, ya Avropanın, ya İngiltərənin. Biz hansı mövqedə olmalıyıq? Və eyni zamanda o yer ki, o coğrafya bizim coğrafyamızdır. O coğrafyanın tarixi bizim tariximizdir. O coğrafyanın insanları bizim insanlarımızdır. Belə bir mühitdə biz hansı addımları atacaq, ona hazırlaşmalıyıq. Ədəbiyyatımız necə olmalıdır, o haqda danışmalıyıq. O haqda təbii ki, danışıqlar getmir. Bugün istəyir yurt dışında olan, Azərbaycan segmentində olan media, təbii ki, internet resurslarından danışıram, ya da ki, Bakı şəhərinə yayınlanan bütün yazılı, görsəl və səsli bütün təbliğat vasitələrini izləsək, hamısında yazılır. Amerika İranı dağıtdı, necə ki, bizim başlığımız. Görürsünüz. O birisinə baxın, deyəcək, İsrail İranın 15 şəhərini darmadağın elədi, halbuki heç nə yoxdur. 15 gəmi partladı, bilirsiniz. Hər yerdə belə təbliğatlar və hər bir təbliğatın arxasında heç nə yoxdur. İçində heç nə yoxdur. Amma müharibə havası yaratmaq, müharibə gedir, gərginlik var. Bu savaş böyük fəlakətlər gətirəcək, obraz yaradıb öz bazarlıqlarını eləyirlər. Bu bazarlıqların içərisində biz də kiminsə zurnasını çalmaqla məşğul oluruq. Bu təhlükəlidir. Biz bugün bu baxımdan heç nəyi düşünmədən öz iradəmizi ortaya qoyub, Azərbaycanın tarixi varlığıyla bağlı ciddi, Azərbaycanın bütün potensialını hərəkətə gətirməliyik, maddi resurslarını Azərbaycan naminə hərəkətə gətirməliyik, Azərbaycanda nəhayət dövlət quruluşunu, dövlət quruculuğunu başa çatdırmaq uğrunda mübarizə aparmalıyıq. Azərbaycanın varını, yoxunu dağıdan gücləri Azərbaycanda sıfırlamalıyıq. Çünki o güclərin hər birinin arxasında Azərbaycanda maraqlı olan dış güclər var ki, onların əlindən Azərbaycanı çötürürlər. Şirkətlər qurublar, onların əlindən çötürürlər. Nazirlikləri ələ keçiriblər, onların əlindən çötürürlər. İdarələri ələ keçiriblər, onların əlindən çötürürlər. Azərbaycan səhiyyəsini dağıdırlar, Azərbaycanın elmini dağıdırlar. Azərbaycanın qida sektorunu bu istiqamətdə nəzarətə götürüblər, xalqımızı idarə etməyə çalışırlar. Biz bunların hamısına müqavimət göstərmək uğrunda bir böyük mücadilənin içərisinə girməliyik. O haqda danışmalıyıq. Dövlətimiz bu yöndə qurulmalıdır. Millətimiz də ideoloji, siyasi baxımdan bu yöndə hazırlanmalıdır.